Ailə dəyərləri silsiləvi çəkilişlərimizdən mövzularından biri də yenə də elə kişi və xanım barəsindədir. Yəni ər və arvad barəsindədir. Ümumiyyətlə bir insanın zehnində səhv düşüncə, səhv təsəvvür formalaşır və xüsusən də gənclərin. Hətta əqidəsindən, dinindən asılı olmayaraq belə. Məsələn, sosial şəbəkələrdə, filmlərdə, qısa metrajlı videolarda, filmlərdə, məsələn, ailə barəsində çəkilmiş o təsvirlər barəsində ki, cavanlar izləyirlər bunu. Məsələn, bir xanımdır, həyat yoldaşı ilə, kişidir, həyat yoldaşı ilə çəmənlikdə oturublar, məşədə, dağda, evdə, çox görüntülü, mənzərəli bir yerlərdə. Elə bil ki, məsələn, yeni ailə qurublar və yaxud bir neçə ildə ailə qurublar. Çox da gözəldir, çox gözəl yaşayırlar, hər bir şey qaydasındadır və əllərini də ağdan qarıya vurmurlar, işləmirlər, eləmirlər. Ancaq elə gəzmək, əylənmək, istirahət eləmək belə. Bu, bir növ bu cür videoların, bu cür şəkillərin baxılması cavanlar tərəfindən və ailə qurmaq istəyənlər tərəfindən onlarda belə bir təsəvvür yaradır, belə bir düşüncə formalaşdırır ki, yəni ailə qurdunsa, evləndinsə, kişi, xanım, istər qız olsun, istər oğlan olsun, belə düşüncə formalaşır. Ailə qurmursansa, onda heç bir iş görməyəcəksən, iş görmürsən, ancaq elə əyləncə, demək, gülmək, xoş istirahət eləmək, günün hər bir saatı yaxşı keçməsi, yəni ailə bundan ibarətdir. Bu cür formalaşır düşüncə və ailə qurandan sonra da ki, bu şeylərin tam əksini görürlər və orada da sıxıntılar başlayır yaranmağa, dözümsüzlük olur, bəzən də gətirir boşanma ilə bu məsələ nəticələnir. Amma bunu hər bir kəs ailə qurmaq istəyən, ailəli olan kişi və xanım qəbul eləməlidir, başa düşməlidir ki, bu həyatda o görüntülərin hamısı belə deyək, mümkündür, ola bilər, amma milyonda bir insanda ola bilir, amma o da hər gün mümkün deyil ki, olsun. 3 gün, 5 gün ola bilər, mütləq onun bir günü, bu həyat belədir ki, bir səhifəsi ağdırsa, bir səhifəsi qaradır. Bu həyatın işıqlı günü də var, qaranlıq gecəsi də var. Bu qaçılmazdır. Bunu tam olaraq rahat şəkildə düşüncə ilə hər bir insan, hər bir gənc qəbul eləməlidir ki, həyat problemlərlə doludur. Var, elə bir həyat var, amma o həyat burada deyil. O, inşallah nəsib olsa bizlərə behiştədir, Allahın cənnətindədir ki, hər günü, hər saatı, hər dəqiqəsi elə o, həmin o videolarda, o şəkillərdə göstərilən kimidir. Bu həyat problemlərlə, müşküllərlə, çətinliklərlə yoğrulmuş bir həyatdır. Və insanın tərbiyə aldığı, tərbiyə olunduğu, yetişdiyi, inkişaf elədiyi məkanlardan, ünvanlardan biri və birincisi də demək olar ki, insanın ailəsidir. Bu əslində elə Allah tərəfindəndir. Bəzən gənclər ailə quranda, belə deyək, həyat yoldaşı seçimində görsən, çox ifrata varırlar. Məsələn, özüm ali təhsilliyəmsə, qarşı tərəfdə mütləq ali təhsilli olmalıdır. Mən ziyalı ailədənəmsə, o da ziyalı olmalıdır. Bu prinsiplər qorunub saxlanmasını önə çəkirlər ailə qurmaq istəyənlər. Amma bəzən görürsən ki, ortalıqda Allah elə düzüb qoşur məsələni ki, və yaxud elə həyat nizam, intizamı, həyatın mexanizmi elə şəkildə qurulur ki, görürsən bunların tam əksinəsi olur. Bu şeylər baş vermir. Öz istəkləri ilə hətta məsələn ailə qururlar, tam tərs. Əks mütənasib olur. Məsələn, oğlan savadlı, ziyalı ailədəndirsə, xanım tam əksinəsidir və yaxud bunun tam əksinəsi. Ki, bu həyatın göstərişi. Əslində, belə olması daha yaxşıdır. Niyə görə?
Ona görə ki, insan həmişə belə deyək, problemlə qarşılaşanda inkişaf edir, problemlə qarşılaşanda möhkəmlənir. Həm fiziki, həm zehni, həm mənəvi insanın inkişafı qarşı tərəfin belə deyək, kaprizlərinə dözməklə, güzəştə getməsi iləndir. Çox demişik bu ayəni. Qurani-Kərimdə Allah Teala buyurur ki, biz sizin üçün rahatlıq mənbəyi olan zövcələrinizi yaratdı. Allah sizin üçün zövcələr yaratdı ki, litəskunu iləyhə, onlar sizin üçün rahatlıq ünvanı, rahatlıq mənbəyidir. Və cəalə beynəkum məvaddətən və rəhmətən, sizin aranızda məhəbbət və rəhmət yaratdı. Məhəbbət bağlılıqdırsa, rəhmət də burada güzəşt mənasındadır. Yəni hər iki tərəf bir-birinə güzəştə getməlidir. İnnəllaha ya'muru bil adli vəl ihsan. Allah Teala ədalətli olmağı və ehsan eləməyi sizə əmr edir. Bu Qurani-Kərimin göstərişləridir. Ədalətli olmaq, yəni qarşı tərəfin haqqına girməmək. Ehsan eləmək, yəni insanın öz haqqından keçməsi. Ehsan olmayan yerdə, yaxşılıq olmayan yerdə, fədakarlıq olmayan yerdə, insanın öz haqqından keçməsi olmayan yerlərdə təbii ki, məsələlər düz getməyəcək. Hansı yerlərdə ki, məhəbbət var, hansı yerlərdə ki, mehribançılıq var, harada ki, düzgünlük var, harada ki, rahatçılıq var, təbii ki, orada fədakarlıq var, ehsan var deyənə, öz haqqından keçmə var deyənə, qarşı tərəfin haqqını tapdalamamaq, haqqına girməmək var deyənə, orada rahatçılıq var. Amma biz insanlar həmişə bunun tam tərsinəsini düşünürük və xüsusən də ailə qurmaq istəyənlər və yaxud ailə quranlar və dözümsüzlük göstərənlər. Ehsan. İn əhsəntum, əhsəntum li ənfusikum. Əslində insan yaxşılıq eləyirsə, özü özünə eləyir. Həl cəzaul ihsanı illəl ihsan. Məgər yaxşılığın cavabı, yaxşılığın əvəzi yaxşılıqdan başqa bir şeydirmi? Gərək insanlar bir-birlərinə yaxşılıq eləsinlər. Özü də Allah Teala yaxşılığın meyarını da göstərir və özü də bəzən bizim bilmədiyimiz şəkildə Allah Teala bizim üçün elə bir həyat qurur ki, əslində o bizə yaxşılıq eləyir. Yaxşılığın meyarı bu cürdür. Və əhsin kəma əhsənallahu ileyk. Qurani-Kərimdə buyurur ki, yaxşılıq elə. Necə? Allahın sənə elədiyi şəkildə. Allah sənə necə yaxşılıq eləyirsə, sən də o cür yaxşılıq elə. Bir çox yaxşılıqlar var ki, biz zahirdə o yaxşılıqları görürük. Amma bəzən bir çox yaxşılıqlar da var ki, biz aşkarda o yaxşılıqları zülm kimi, bizə hörmətsizlik kimi, bizi incitmək kimi başa düşürük. Amma əslində o digər görünən yaxşılıqlardan daha qat-qat yaxşı yaxşılıqdır. Elə Allah Teala özü bizə əmr eləyir və əhsin kəma əhsənallahu ileyk. Allahın sizə elədiyi yaxşılıq kimi siz də yaxşılıq eləyin. Elə bunu deyərdi ki, Allah Teala'nın elədiyi ehsanlar, elədiyi yaxşılıqların bir çoxu görünməzdir. Zahirdə belə deyək, incitmək kimi görsənir. Bir nəfər öz atı ilə meşədən bulağın kənarından keçəndə gördü bir nəfər yatıb, uzanıb ağacın altında yatıb və yaxınlaşanda ona gördü ki, bir dənə balaca bir ilandır, zəhərli bir ilandır, gəlib çıxıb bunun sinəsinin üstünə. Çox ehtiyatla yaxınlaşmaq istədi ki, ilanı ondan uzaqlaşdırsın. Bu yaxınlaşana qədər ilan girdi həmin şəxsin ağzına və oradan da boğazı ilə getdi mədəsinə. O şəxs də yuxudadır, xəbəri yoxdur heç bir şeydən. Bu da indi bilmir ona necə kömək eləsin. Və ağlına bir şey gəldi, götürdü qamçısını, mindi atına və gəldi, dayandı bunun başının üstə, başladı bunu yatmış şəxsi qamçılamağa. Bu da ayıldı yuxudan, baxdı, gördü ki, bir nəfərdir qamçılayır. O qədər qamçı vurdu buna ki, dedi, qaç. Bu da başladı qaçmağa, düşüb arxasıcan qamçı ilə vura-vura o qədər qaçırtdı bunu ki, təngi nəfəs daha son nəfəsinə çatıb. Çatdılar bir alma ağacının kənarına. Alma ağacının dibindəki
xarab olmuş almalar tökülmüşdü. Düşdü atından yerə, yenə döyə-döyə, qamçılaya bunu dedi ki, tez bunlardan ye. O da heç ağzını açmağa da imkan vermir. Soruşmaq istəyir ki, ay qardaş, niyə görə axı məni döyürsən, niyə görə məni incidirsən? Bu elə qamçı ilə döyür onu. Dedi, tez bunlardan ye. Götürdü bir neçəsini yedi və təbii ki, o xarab olmuş almalar idi. Özü də təngə nəfəs halda nə qədər yol qaçıb, döyülə-döyülə yol gəlib və o almaları qaytardı. Yediklərini qaytardı və qaytaranda da ilan bunun boğazından düşdü yerə. Və orada özünə gələndən sonra həmin şəxsdən, döyən şəxsdən soruşdu ki, axı niyə görə məni döyürdün, niyə görə məni incidirdin? Dedi, sən ona görə döyürdüm ki, qaçırdım səni, bu almaları yedizdirim sənə, ondan sonra sən qaytarasan ki, ilan sənin mədəndən gəlib düşsün. Və qaçırtma, səni də döyməsəydim, təbii ki, qaçmayacaq, ona görə döyməliydim səni. Bu şəxs dedi ki, bunu olmazdı ki, döyməyəsən, mən elə əvvəldən oyadardın, deyərdin ki, mədəndə ilan var. Dedi, yox, əgər mən onu sənə desəydim, onda sənə əslində ehsan yox, yaxşılıq yox, pislik eləmiş olardım. Sən elə onda ürəyin partlayardı, qorxudan ölərdin. İndi mən sənə bu cür yaxşılıq elədim ki, bu da bundan başqa yolu yox idi. Bəzən Allah Teala da bu şəkildə eləyir. Bəzən bir çox hallarda bəlkə deyərdik ki, zahirdə incitmək kimi görsənir. Onlardan birində misalı budur ki, bəzən görsən Allah Teala həyat yoldaşı seçimində elə bir həyat yoldaşı nəsib eləyir, qismət eləyir ki, o həyat yoldaşı bir ömür gərək qarşı tərəf kişi və yaxud qadın öz həyat yoldaşının kaprizlərinə dözsün, səbr eləsin, güzəştə getsin, bunu ilə inkişaf eləsin. Yox, əgər dözməsə, səbr eləməsə, o halda bu imtahandan çıxa bilməyəcək və inkişaf da olmayacaq. Həmin adam nə zehni, nə fiziki, nə mənəvi inkişaf eləməyəcək. Onlardan biri, məsələn, çoxdur, misalların çox vurmaq olar. Bir nəfərin, bir alimimizin barəsində misal olaraq qeyd ediblər, tarixə düşüb, böyük alimlərimizdən olub. Bir gün tələbələr hiss elədilər, başa düşdülər ki, bunun həyat yoldaşı o böyüklükdə fəqih, alim, bəsirət sahibi evdə həyat yoldaşı xanımı bunu döyür bəzi hallarda. Çox narahat oldular. Və bilmirdilər ki, bu məsələni necə eləsinlər ki, o boyda alim hörmətsizlik olmasın, o alim bunların gözündə möhtərəm, cəmiyyətin gözündə möhtərəm bir insandır, hörmətdən düşməsin. Çox düşündülər, daşındılar və belə qərara gəldilər ki, öz həyat yoldaşlarını göndərsinlər o alimin evinə. Bunların həyat yoldaşları ona biraz nəsihət eləsin, başa salsın ki, yəni sənin həyat yoldaşın tək sənin həyat yoldaşın deyil, cəmiyyətin alimidir, nüfuzlu bir şəxsdir. Bu işi görməkdən çəkindirsinlər onu. Amma bunu gəlib bildirəndə o çox narahat oldu. Tez dərhal dedi ki, yox, bu işi nə bada görəsiz. Qəti olaraq bu işi görməyin. Dedilər, axı, ağa, nəyə görə eləməyə? Dedi, çünki o mənim imtihanımdır. Mən də bilirəm bunu ki, yaxşı bir şey deyil, amma o mənim imtihanımdır. Bilirsiniz nə imtihandır? Mən ki, Nəcəfdə, Həzrət Əleyhisselamın hərəmində piş namazlıq edirəm, cəmaat namazlarında gəlib dayanıram orada və mənim namazımda, arxamda iqtida eləyənlər çox insanlar olur. Çox insanlar gəlib iqtida eləyirlər. Mən hər dəfə namazı bitirəndən sonra məndə bir qürur yaranır içimdəki feyz qaşanı. Gör, sən nə əzəmətli insansan ki, sənə görə hərəmə nə qədər insanlar gəlir ki, təki sənin arxandan namaz qılsınlar, səni böyük bilirlər falan. Bu qürur mənim içimdə yaranır deyənə evə gələndə, öz xanımın bir dənə ki, mənim bir yumruq ki mənə vuranda, bir qapaz ki mənə vuranda, belə deyək, onda başa düşürəm ki, sən elə heç kimsən. Onun deyir, yumruğu, onun məni döyməsi mənim üçün əslində bir dənə tərbiyədir. Ona görə o mənim üçün böyük bir nemətdir. İndi biz bunu danışmaqda məqsəd bu deyil ki, kişi öz həyat yoldaşını döysün və yaxud xanım öz ərinə hər gün bir qafaz ilişdirsin. Bu mənada yox, bu tərbiyə yol deyil. Əslində, məsələ söhbət burada bundan gedir ki, Allah Teala bəzən insanın qarşısına elə şəxs çıxardır ki, və çıxartmalıdır da, çünki inkişaf buradadır.
inkişaf bu problemdədir. Çıxardır ki, insan onun kaprizlərinə dözsün, səbr eləsin. Çünki biz danışmışdıq, ailənin əsas 5 sütun üzərində dayanır. Onların 4-ünü saymışdıq və 5-incisi də, ən əsası da səbirdir. Səbir də bu idi ki, insan ailədə kişi qadına, qadın da kişiyə və çətinliklərə, yaranan problemlərə və bir-birlərinə səbr eləməklə ailənin dəyərini qoruyub saxlamış olarlar. Özləri də bir nümunəvi ailə olarlar. Bundan əlavə bir-birlərinə səbr eləməklə ailə özü onlar üçün həqiqətən də rahatlıq məkanı olar. Litəskunu ileyha ki, Allah buna görə yaratdı ailəni ki, orada nə olsun? Rahatçılıq tapasınız. Və həqiqətən də bu şeylərə riayət olunsa, ailə rahatçılıq məkanı olar.